Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuhu. Arkadaşlar necəsiniz? Bu günləri tibbi terimlərimizə davam edək. İnşallah Türkçe izah biraz da Azərbaycanca. Pseudoanemiya. Pseudoanemiya qan dəyərləri normal çıxır analizlərdə, amma xəstədə dərisinə baxanda solğunluq var. Buna yalançı anemiya deyirlər həm də. Pseudoanemiya. Sefalgiya. Sefalgiya baş ağrısıdır. Sefalgiya. Odontodiniya. Odontodini. Diş ağrısıdır. Bronxoektaziya. 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 Bronx yollarının genişləməsi deməkdir. Hiperglisemiya. Hiper çox, yüksək. Glisemik deyəndə şəkər nəzərdə tutulur. Glisemiya emiyadakı qan deməkdir. Qan şəkərinin yüksəlməsi deməkdir. Dislokasyon çıxır deməkdir. Yəni yerindən ayrılma mənası. Dislokasyon. Dislokasiya. Disuriya. Dizuri deyirlər həm də Azərbaycanca. Disuriya türkçə. Ağrılı sidyə çıxma. Yəni ağrılı idrar yapma. Imperforit. Imperforit bağlıdır, kapalı. Açıq olması gerekirkən doğuşdan kapalı. Infertil. Infertil qısırlıq, verimsizlik deməkdir. Qısırlıq, verimsizlik, infertil. Irreversible. Geri dönüşü olmayan. Irreversible. Geri dönüşü olmayan. Obstrüksiyon. Tıkanma. Tıkanma engel deməkdir. Obstrüksiyon, tıkanma, engel.